Herkese salam, mən Məryəm. Kanalıma və videoma xoş gəldiniz. Bugün yenə mənimlə bir yerdəsiz. Deməli, bugün večerimiz olacaq. Ona paltar almaq üçün şəhərə gedəcəyik. Oradan da mamanın iş yerinə gedəcəyik. Öncəliklə saçımı ütülüyürəm. Sonra burada da hazır oldum, çıxdım. Evdən maşına doğru gedirəm. İndi isə maşında oturdum, duxudan istifadə edirəm. O qədər vurdum ki, sonra boğulma tutdu, öskürmə başladı. Sonra buradan pul çıxardıram. Semiçka aldıq, mama ilə bir yerdə gedirik. İndi isə maşınımızda problem olduğu üçün maşın ustasına apardıq. Maşını orada qoyduq, avtobusla yola qoyulduq. Burada da yolu göstərirəm. Burada da paltarlarımı göstərirəm. Heç birini göstərməyəcəm. Večerdə geyinəndə vlog çəkəcəm. Onu da görərsiniz. Ödənişi elədik. Çıxdıq. Metroya doğru gedirik. İndi isə buradan yemək alırıq. Mən maşında gözlədim. Mama yeməyi alıb gəldi. Burada da mamaya iltifat edirəm. Burada da yemək yeyirik, sonra yolu göstərirəm sizə, sonra işə getdik, qayıtdıq, marketə düşdük mama ilə. Onu da qeyd edim ki, mama da öz dediyi kimi saxlamayıb. Mağazadan cips aldıq, abur-cubur aldıq, sonra evə getdik. Bugün 3-cü gün idi, yəni sahibsizlər var idi. Kuruluş Osman, bir də Eşref Rüya. Biz sahibsizlərə baxdıq, televizorda. Ödənişimizi etdik. Burada da mama ilə şəftəli yeyirik. Şəftəli də deyəsən. Burada yeni yolu göstəririk. Burada bizim gözəl binalarımızı göstəririk. Burada isə filmə baxdıq. Videomu izlədinizsə bəyənməyi, abunə olmağı unutmayın. Sizləri sevirəm. Hələlik.